Bunu bir çox məclisdə hər dəfə belə məqam düşəndə, mövzuya uyğun yadıma düşəndə həmişə xatırlayıram, burada da xatırladım. Ümumiyyətlə, Allah deyərək deyirəm bunu. Ən, yəni, belə deyək də, həzər olunması şeylərdən birisi haram qazanc var, haram rozu, haram qazanc, haram tikə evə gətirmə. Nə olursa olsun, bilsən, başqa günahlar, başqa asiliklər elədir ki, özü bədbəxt deyirsən. O haram tikə ilə sən bütün ailəvi, övladları bədbəxt bilirsən. Adam var ki, təsəvvürlə ki, yəni evinə, yəni uşaqları haram tikə ilə böyüyür. Təsəvvürlə ki, övladının bünyəsi, canı, əti, qanı, iliyi, haram tikə ilə, mayası bununla yetişir. Bu bilsən nə deməkdir? Bədbəxt edirsən öz balalardır, nəinki özlü. Bu çox təhlükəli şeydir. Ümumiyyətlə, haram tikənin, haram malın, haram qazancın insanın ailəsinə, insanın hətta ibadətlərinə təsiri var idi. O məşhur hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bir kişidən danışır, bir səfərə çıxıb, uzun bir səfərə, üst başı toz torpaq içərisində əllərini qaldırıb səmaya, ya Rab, deyə Allaha yalvarır. Sonra Allah Rasulü nə deyir? Deyir, lakin geyimi haram, içməyi haram, yeməyi haram, duaları necə qəbul olunsun? O da hədisə fikir verin. Duanın qəbul olunması üçün bütün şərtlər toplanır. Fikir verin, səfər, adam səfərdədir. Duanın qəbul olan məqamlarındandır ya yox. Çünki səfər sıxıntıdır axı. Səfərdədir. Üst başı toz torpaq içərisində zillət məqamı. Əlləri göyə qaldırmaq və Allaha Rəbb ismi ilə təvəssül, ya Rabbi təkidlə duanın qəbul olunması üçün bütün şərtlər toplanıb. Allah Resulü Aleyhisselatü Vesselam buyurur ki, belə birisinin duası necə qəbul olunsun? Məşrabuhu haram, içməyi haram, yeməyi haram, geyimi haram,